Şəmkirdə şagirdlər üçün onların fiziki dözümlülüyünü, yaradıcı düşüncəsini və komanda işi bacarıqlarını parkur fəaliyyətləri vasitəsilə inkişaf etdirməyi hədəfləyən Parkur ilə hərəkət, zəka ilə qələbə layihəsi reallaşdırılıb. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 9-cu qrant müsabiqəsi çərçivəsində qalib olan layihə Şəmkir şəhər Cahangir Rüstəmov adına tam orta məktəbin müəllimi Vüqar Xəlilov tərəfindən icra edilib. Layihənin əsas məqsədi şagirdlərin fiziki hazırlığını yüksəltməklə onların çeviklik, koordinasiya qabiliyyətlərini artırmaq, yetişən nəslin nümayəndələrinin müasir idman növlərinə marağını artırmaq, maneələrlə zəngin parkur mühitində yaradıcı və çevik hərəkətlərin icra texnikasını öyrətmək, sosial bacarıqlar, komandada işləmək, liderlik keyfiyyətləri və özünə inam hissini gücləndirmək olub. Layihənin yarımfinal mərhələsində iştirakçılar həm fiziki, həm də zehni bacarıqlarını nümayiş etdiriblər. Parkur zolağında qurulmuş müxtəlif maneələrin sürətli, düzgün və təhlükəsiz şəkildə dəf olunması ilə yanaşı, iştirakçılar strateji düşünmə, ani qərar vermə və düzgün taktika seçim bacarıqlarını da sərgiləyiblər. Yarımfinal mərhələsində oyunların qurulmasına və təqdimatını həyata keçirmək üçün Gəncə Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun baş məsləhətçisi və Gənclərlə İş üzrə təlimçi Marif Quliyev dəvət edilib. Həmçinin oyunun icrası üçün baş hakim qismində fiziki tərbiyə müəllimi Elmir Ələkbərov, oyuna nəzarəti layihə eksperti Eldəniz Səttarov, idman mütəxəssisləri Azərbaycan Aikido və Budo Mərkəzinin Gəncə Regional Şöbəsinin rəhbəri 6-cı Dan Qara Kəmər ustası və təlimatçı Ramin Yusifov və atletika idman növü üzrə beynəlxalq yarışların qalibi Ruslan Hüseynov izləyiblər. Bu mərhələdə iştirakçılar arasında sağlam rəqabət mühitinin formalaşmasına, idmana marağın artmasına və şagirdlərin fiziki-psixoloji inkişafında mühüm töhfə verib. Finalda bu mərhələyə vəsiqə qazanan 4 komanda arasında gərgin mübarizədə bədən idarə etməsi, güc balansı, çeviklik və koordinasiya bacarıqları xüsusi ön plana çıxıb. Eyni zamanda iştirakçıların özünə inamı, komandada işləmə və problem həll etmə qabiliyyətləri də möhkəmlənib. Qazax Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Elşən Ələsgərov və Şəmkir rayon Cahangir Rüstəmov adına tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə Əliyeva iştirakçılara uğurlar arzulayıb və finalı əvvəldən sona kimi maraqla izləyiblər. Layihənin bağlanış mərasimində parkur yarışında 1-ci, 2-ci və 3-cü yerləri tutmuş komandalara medallar və hədiyyələr, layihədə iştirak etmiş bütün şagirdlərə isə iştirakçı sertifikatı təqdim olunub. Birinci yerə çıxan komandanın təltif olunması və kubokunu Qazax Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Elşən Ələsgərov təqdim edib. Sonra layihə hesabatı üçün layihə rəhbəri Vüqar Xəlilova söz verilib. Layihə rəhbəri görülmüş işlər, əldə olunmuş nəticələr, parkur yarışları haqqında ətraflı məlumat verib. Tədbirin davamında görülən işlərdən yadda qalan maraqlı anların video çarxı təqdim edilib. Sonra layihə eksperti Eldəniz Səttarov çıxış edərək layihənin uğurlu keçməsi haqqında təəssüratlarını bölüşüb. Daha sonra qonaq qismində idman mütəxəssisi Azərbaycan Aikido və Budo Mərkəzinin Gəncə Regional Şöbəsinin rəhbəri 6-cı Dan Qara Kəmər ustası və təlimatçı Ramin Yusifov şagirdlərlə görüşərək idmanın sağlam həyat tərzinə müsbət təsirindən danışaraq onlara öz tövsiyələrini verib gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonda xatirə şəkli çəkilib. Parkurla hərəkət.